Şəhid Ayaz İmanzadə 1996-cı ildə Neftçala rayonunda dünyaya gəlib. Uşaqlıqdan vətənə xidmət arzusu ilə böyüyüb. Hərbi lisey və akademiyada oxuyub. 2019-cu ildə leytenant hərbi rütbəsi ilə xidmətə başlayıb. O, əsgərlərini öz balası kimi qoruyur, yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarırdı. 2020-ci il Vətən müharibəsində ön cəbhədə böyük şücaət göstərdi və oktyabrın 2-sində cəmi 24 yaşında şəhidlik zirvəsinə ucaldı. Ən böyük arzusu şəhidlik idi və o bu arzusuna çatdı. İndi isə onun balaca qızı atasının igid adını yaşadır. Ayaz İmanzadənin igidlik dolu hekayəsi Rəşidə Nəbizadənin təqdimatında.